Laldırlar. Bu da sifətdir. Qeyri-müəyyənlikdədir və adlı halındadır. İkinci xəbərdir. Burada bir şey demədim ki, bu birinci xəbərdir. Bukmun isə ikinci xəbərdir. Umyun, kördürlər. Üçüncü xəbərdir. Nədirlər? Kördürlər. Demək bu olacaq üçüncü xəbər. Sonra fəhum, artıq onlar və yaxud beləliklə onlar. Burada fə bağlayıcı, hum isə bitişən əvəzlikdir. Və ət fərfi, yəni bağlayıcı üstəgəl mübtəda. Artıq burada hum bizdə mübtəda rolunda çıxış edəcək. Onlar kim? Onlar nədirlər? Nə edirlər? Geri dönməzlər. Xəbər olacaq bizdə. Lə yərciunə bizdə xəbər olacaq. Tərkibi lə inkar ədatından və yərciunə feilindən ibarətdir. Bu feilin tərkibi racəədən, ümumiyyətlə bu feil racəədən əmələ gəlib, racəə feilindən, yəni salim feillər qrupuna aiddir. Əu kəsayyibin minəs-səmai fihi zulümatun və ra'dun və bərq. Bura kimi gələk. Və ya kəsayyibin şiddətli yağmur deməkdir. Minəs-səmai göydən, fihi içində olan, orada olan zulümatun zülmətlər və ra'dun və bağlayıcı, ra'dun göy gürültüsü və bərqun şimşək deməkdir. İndi bunun mənalarını verək. Yaxud. Demək, zülmətlər içində göy gürültüsü və şimşəklə göydən şiddətlə yağan, yağışa düşmüş kimsələrə bənzərlər ki, məna belə olacaq. İndi baxaq buradan.